Dərinlik. Məsələn, bina tikəndə, əgər nə qədər hündür mərtəbəli bina tikmək istəyirsənsə, sənin fundamentin o qədər dərinə getməlidir. Qatlavan o qədər dərin qazılmalıdır. Sən dərinə getdikcə təfəkkürün sərhədləri artır. Yəni o bir tərəf etsən, dərinə getdikcə yuxarıda artır. Dərinlik bu mənada. Dərinlik ancaq məsələn söz çoxluğunla bağlı deyil. Yəni mən daha çox kitab oxudumsa daha dərin olacaq mənasında deyil. Bu yenə də təfəkkür dəyişikliyi ilə bağlıdır. Çoxlu kitab oxumaq hələ həyatda uğur qazanmaq deyil, xüsusilə biznesmenlər üçün. Bizdə biznesmenlər var ki, həftəyə bir dəfə kitab oxuyur, nə bilim, ayda bir dəfə kitab oxumasından, 5 dənə kitab oxumasından fəxr edir, nə bilim, sürətli oxumanı təbliğ edir ki, sürət. Bunlar heç biri kömək eləmir. Dinləmədir, oxumadır, düşünmədir, görmə özü də bunlar bacarıqdır. Bunları inkişaf elətdirmək olar. Onda dərinliyə gedirsən. Orada özünü tanıma var. Bəli, özünü tanıma da var. İnsan bu bacarıqlara malik olanda, sistemi görəndə özünü də sistemin bir elementi kimi görür. Özünü tanımasan, digərlərini də tanımayasan. Və burada məsələn bizə mane olan amillər var. Təkəbbür var, özünə vurğunluq var. Bunlar ən böyük bizə mane olan xarakterimizin xüsusiyyətləridir. Biz desək də ki, bunlar bizdə yoxdur, bunlar bizdə hansısa səviyyədə var, hamımızda. Ona qalib gəlmək inkişafın birinci qapısıdır. Elə ki, özünə vurğunluqda özünə sevgi ilə səhv salınmamalıdır. Özünə sevgi tamam başqa bir şeydir. Onun üçün gərək insan sevginin nə olduğunu bilsin. Özünü sevməyən adam başqasını da sevə bilməz. Amma bu sözlər o qədər çox işlənib ki, o qədər ucuzlaşdırılıb ki, yəni biz onu ancaq söz kimi eşidirik. Sevgidir və s. təkəbbürdür, sonra kindir. Bunlar hamısı bizə mane olur insanları dinləməyə. Keçmişimiz bizə mane olur gələcəyə getməyə. Keçmiş indi gələcək özü də bir sistemdir. Filtrlər. Bax bu filtrlardır da bizim keçmişimiz bizim filtrimiz olur. Bizim biliklərimiz, bizim indiyə kimi apardığımız söhbətlər hamısı bizim filtrlarımızdır. Biz öz adətən elədiyimiz söhbətlərə baxaq da indiyə kimi. İndiyə kimi elədiyimiz tutaq ki 42 yaşım var. Baxaq da öz söhbətlərimizə, məclislərdə söhbətlərimizə, işdə söhbətlərimizə, mübahisələrimizə. Onları bitirəndən sonra özümüz də hiss edirik ki, nəsə o deyil. Hətta dostlarla oturub ki, evə gedəndə də hiss edirik ki, nəsə o deyil. Nəsə dəyişir, amma o deyil. Söhbət məhsuldar deyil, effektiv deyil. Bu təfəkkür forması dəyişəndə, sistemli təfəkkürə keçəndə insanın söhbəti də dəyişir. İnsanın söhbəti dəyişəndə həyatı dəyişir. Şirkətdə də söhbət dəyişəndə şirkətin həyatı dəyişir. Həyat qrafiki dəyişir. Bu da bəli, bu dərinliklə bağlıdır. Bunlar hamısı dərinliklə bağlıdır. Bəs keçmişlə gələcək. Məsələn, biz daha çox keçmişdə yaşayırıq. İnsan adətən bəli, insan öz keçmişində yaşayır da. Uşaq birinci dəfə palçığı görüb ona tullanmamalı olduğunu biləndə o artıq böyüyür. Onun keçmiş əmələ gəlir. Yəni onun bir dəfə şillə dəyib ki, palçığa tullanmaq olmaz. Yəni onun keçmiş təcrübəsi var artıq. Və bu keçmiş təcrübələr yığılır, özü bir sərhədə çevrilir. Qoymur bizi gələcəyə getməyə. Məsələn, uşaqların gözünə baxsasınız, görəsiniz ki, onların keçmişi yoxdur, onlar gələcəyə meyillidir. Onlar da gələcəyə gedirlər. Gözlərində alov var, od var. Amma getdikcə od sönür. Biz hər bir şeyi keçmiş filtrlarımızdan keçiririk. İnsan danışır, artıq onu dinləmirik. Biz sadəcə süzgəclərdən keçiririk öz sözü. Amma eyni zamanda da özümüzdə danışanda istəyirik ki, bizi dinləsinlər. Bizim nə demək istədiyimizi bilsinlər. Qarşıdakı adamdan onu gözləyirik. Amma başa düşmürük ki, dil özü də mükəmməl deyil. Ötürmə vasitəsi kimi mükəmməl deyil. Mükəmməl alət deyil. Biz bütün hisslərimizi sözlərlə ifadə edə bilmirik və üstəgəl qarşıdakı da onu öz filtrlarına keçirir. Eyni zamanda o da danışanda, o da dildən bacardığı kimi istifadə edir və biz də yenə öz filtrlarımızdan keçiririk. Ona görə dil tapmaq məsələsi vacibdir. İşdə vacibdir, həyatda vacibdir, ailədə, dostlarla vacibdir. Yəni bu gələcəklə bağlı nə danışsaq bu dəqiqə söz səviyyəsindədir. Onun üçün gərək o təlimdə gedən bir prosesdir. Gələcəyə keçmək elə bu bacarıqların inkişafıyla bağlıdır. Yaradıcı bacarıqların inkişafıyla bağlıdır. Sistemli təfəkkürlə bağlıdır. Ona görə deyirəm, sistemli təfəkkür hələ ki eşidənlər üçün sadəcə söz birləşməsidir. Bunu təcrübədən keçirmək lazımdır. Bunun haqqında danışmaq tortun dadı haqqında danışmaq kimi bir şeydir. Tortun dadı haqqında çox danışmaq olar. Amma dadına baxmasan bilməyəsən nədir.